bu məsələni deyəndə ki, evlər verilib, niyə qayıtmırsınız? Bilərəkdən çıxmamısınız, istəyərəkdən çıxmamısınız, amma istəyərək qayıtmırsınız. Və bu sizin ifadələriniz necə hesab edirsiniz? Cəmiyyətdə məcburi köçkünlərə qarşı nifrət deməyim, tənqidləri, tənələri artırdımı? Bayaq siz dediniz ki, zamanında hamımızın ürəyindən keçib demək, amma deyə bilməmişik ki, ictimai qınaq var, sırf nə var, bu məsələyə nə var. aid demirdim, ümumiyyətlə deyirdim. İndi sırf bu məsələyə də mən deyim ki, bəli, çoxu var idi ki, bu şeyləri dilə gətirməmişdi. Çünki ondan sonra mənə çox sayda müraciətlər oldu. Səidə xanım girib evimə, başqa yerdə evi də var. Bildirəm də evimdən çıxmır, xahiş edirəm, gəlin, çəkin. Dedim, mən ümumiyyətlə bu mövzuya toxunmayacağam. Və mənə saysız hesabsız bununla bağlı müraciətlər gəldi. Sualımın cavabı. Və indi mən sizə bir şey deyim də. Hətta o insanlar belə mənim o çıxışımdan sonra ürəkləndilər ki, mənim də evimə gəlib girib 30 ildir çıxmır. Cəmiyyətdə məcburi köçkünlərə qarşı tənələri və tənə məsələsi yox, sadəcə insanlar cürətə gəldilər, gördüklərini dedilər. Bu qədər deyərəm. Mən onu demirəm, tənədir, tərifdir, nifrət ritorikası yaranmadı. Bilirsiniz necə, nifrət ritorikası deyəndə bəzi şey var ki, məsəl üçün, adam var ki, yanından keçib salam versən, deyir ki, yox, o salam mənə belə bir tər verdin. Amma baxırsan ki, bir tər verməmsən, deyil, normal salam deyib keçimsən. Məsələn, insanların o məsələlərə şəxsi yanaşması var, bir də ki, o manipulyasiya etmək filan məsələləri var ki, burada da yəni kifayət qədər çox bacardı bəziləri onu. Yəni, bunu deyə bilərəm. Bu əslində nifrət ritorikası deyil. Sadəcə, məsələn, çox adam var, deyirdi ki, adam düz deyir də. Sualımın cavabını aldım.